ABC'de düzbucaqlısı formasında olan çevrənin perimetri. Çevrənin olmaz. Çərçivənin perimetri olar. Çərçivənin perimetri 52, çərçivənin hər tərəfindən 2 sm salmaqla şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. Şəkil üçün saxlanılan. Burada şəkil üçün ayrılan hissə. Yəni divardır, tutaq ki. Divar yox, nə? Sualda biraz. Çərçivədir. Çərçivədə şəkil qoyacaq, düzdür? Şəkil qoymaq üçün yer buradır. Aydındır ki, kənarları şəkil qoymayan yerlərdir. Yəni taxta olan yerlər var, Olardı. Şəkil qoymayan yerlər var, kənarda bulardır. İndi ABCD bunun perimetri, yəni bu düzbucaqlıdır da perimetri nədir? 2 vurulsun A plus B. İndi mən bunları uzadım birinci. Uzadıram bunları. Düzdür. Belə. Buradan bura 2'dir. Niyə? Çünki 2 burada 2 olacaq. Bu bura 2 oldu. Yəni aydındır ki, burada 2'dir. Burada 2'dir. Burada 2'dir. Niyə 2 oldu? Bildin niyə 2 oldu? Bu 2'dirsə bunun qarşısındakı da 2 olacaq. Bunun aşağıdakı işim yoxdur. Bildin? Sonra görürsənsə sahəsi 84. Sahə nədir ki? Eninin uzunluğuna vuruq, düzdür? Buna bir dənə x qoyuram. Bu içəridəki düzbucaqlının, yəni şəkil qoymaq üçün tələb olunan yerin enini x qoysam uzunluğu olacaq y. Məsələndə, düzdür? Və sahəsi 84'dür. Olacaq S bərabərdir. X vur y, o da olacaq neçə? 84. Düzdür? Bax, bura 84'dür, düzdür? X-dir, düzdür? Onda bunun qarşısındakı da x olacaq burada. Bütöv düzbucağın tərəfi isə, yəni uzunluğu olacaq x plus 4. Niyə x plus 4 olur? Burada 2 var, bu da x, bu da 2. Yəni bu ümumi uzunluq olacaq nə? 2 plus x plus 2. Düzdür? Olacaq 2 plus x plus 2 olacaq, düzdür? Yəni nə olacaq? X plus 4 olacaq, düzdür? Bu sarıları silin buradan. X plus 4 olacaq. X plus 4 yazıram bu hissəyə. Bu aşağıdakı necə olacaq? Bura y-dirsə, düzdür? Bura olacaq nə bütöv? Y plus 4. Bu da bura. Yəni eni y plus 4, uzunluğu x plus 4. İndi bunun sahəsini bizdən soruşur. Ümumiyyətlə bunun sahəsi nədir ki? Aşağıda həllini yazaq. S bərabərdir. Bu böyük dördbucaqlının bizdən sahəsini soruşur. Bu böyük dördbucaqlının sahəsi nədir ki? Yəni x plus 4 vur y plus 4, düzdür? Yəni vurub açsam, əslində qiymət də yaza bilərim. İndi başqa ABC'nin çərçivəsini tapın. Əvəz eləməklə də yaza bilərik. Əvəz eləməklə də. Yəni mən bir də perimetrini də verib də bizə. Aydındır ki, düzdür? Nəyin perimetrini verib? ABC düzbucaq formasında olan çərçivənin. Yəni bu çöldəkinin perimetri. Və sahəsini soruşur elə. Bunun perimetri, yəni P, yazaq da, göylə yazım. P bərabərdir 2 vurulsun A plus B, yəni tərəflər. Tərəflər nə idi? X plus 4 ilə Y plus 4. Aydındır ki, bu ABCD dördbucaqlısına söhbət gedir. Yəni X plus 4 plus neçə? Y plus 4. Düzdür? Nəyə bərabərdir? 52-yə. 52-yə. 52 ilə 2 ixtisar getdi, qaldı burada neçə? 26. Düzdür? Bu sahancə yazmayaydım. Yaxşı. Gəl, ardıca burada yazaq. Olsun x plus y plus 8. 8 aradan gəldi. 4 üstə 4. Düzdür?
bərabərdir 26-ya. X plus y neçə olacaq? 10-a 18. Düzdür? 18. X plus y neçə oldu? 18. 18 hardan gəldi? Bu perimetrdən tapdım da. Bu perimetrdən. Daha sonra bu sahəni bizdən tələb edirdi. Sahə nə idi? Eni vurulsun uzunluğu. Eni x plus 4, uzunluğu y plus 4. Sahəsini tapırıq. Yazaq burada. S bərabərdir. X plus 4 vurulsun y plus 4. Açaq. Vurub açaq. Vurub açaq. Vurub açıq alarıq. X, y plus. X, y hardan gəldi? Elə bir çoxalya vuruq da. Plus 4x plus 4y plus 16 bərabərdir. Buradan 4'ü çıxara bilərik ortaq, düzdür? Ardıca aşağıdan yazıram. X, y plus 4'ü çıxartsam olacaq x plus y plus 16 bərabərdir. X, y hasilidir. Bu nə idi? Bu içəridə olan şəkil üçün qoyulan hasili. 84 yazmışam burada. Yerinə yazaq 84 qara ilə. Dəyişir hərf. Hə. Olsun 16 deyil, neçədir bu? 84. 84 plus 4 vurulsun. X plus y nə idi? X plus y tapmışdım axı mən bayaq. 18 tapmışdım. Vur 18 plus 16 bərabərdir. 84 plus 4 dəfə 18 neçə eləyir? 72 eləyir, səhv etmirəmsə. 72 plus 16 bərabərdir. 84, 72 eləyir, 156. 156 plus 16, bu da eləyir 172. Deməli, biraz qarışıq oldu. Bu ABCD dördbucaqlının sahəsi nə bərabərdir? 172.